Şəhərində bir qəbirstanlıqdayam. Mənim diqqətimi çəkən oldu ki, qəbirlər baxın görün necə burada belə necə yerlə quraşdırılır belə deyək. Baxın görün ölülər necə bastırır burada. Bax burada sadəcə bu kiçik yerdə görün nə qədər baş daşı var və baş daşlar bəzən bax belə yerdən belə şeydən ibarət. Görürsünüz? Bunlar özü də çox qədim zamana da təsadüf eləmir. Yəni təzə qəbirlərdir. Yəni belə deyək də, yəni son 10 illərin qəbirləridir. Məsələn, bax 65-ci ildə olan qəbirdir belə. Yəni bura bir qəbirstanlıqdır və qəbirstanlıqda da hər şərait yaradılıb. Bax o uzaqda olan o şeyi görürsünüz. Onlar buranın təmizliyi ilə məşğuldur. Bax o araba şey deyək də, belə maşın deyək, iş maşınları buranın təmizliyi ilə məşğullar və burada hər yerdə bax belə bir su yeri var. O quyudur, su quyusudur. Su quyusundan bura su gəlir və yaxud da ki quyu olmasa belə bir şey quraşdırır, içini su ilə doldururlar. Sonra gəlir hər kəs buradan beləcə qablardan, nə bilim mən təmizlik üçün o dırmıqlardan istifadə edir, sonra su qablardan istifadə edir, nə bilim mən. Burada bax bu cür şeylər var ki, qəbrin üstünə gül qoya bilirsən, ondan sonra lapatka var, bel var. Burada zibilləri şey eləmək üçün, baxın görün, belə səbətlər var. Bax, burada da zibilləri tökmək üçün belə yer və paket var, bax belə. Afal tökürsən, bax belə bir şey. Zibilləri tökmək. Bax, maşınlar hamısı burada təmizliklə məşğullar. Təmizləyirlər, təmiz saxlayırlar. Yarpaqları görürsən ki, dımırıqlayırlar. Ondan sonra baxın bizdə bu qədər yerdə bəlkə də 5-6 adam bastırırlardı. Burada neçə hər cərgədə ən azından bir 15-20 baş daşı var və bu baş daşlar da bir dəfə qurulur. Bir dəfə qoyulur. Baxın bu baş daşı heç nə təmtəraq var, nə heç nə 20-ci ildə qoyulmuş baş daşıdır. Məsələn, bax belə diqqət eləsəz görürsünüz ki, hər yerdə. Bax bura deməli bax böyük bir qəbirstanlıqdır. Burada bəlkə də Azərbaycanın ən böyük qəbirstanlıqlarından daha böyük qəbirstanlıqdır, amma balaca görünür. Niyə? Çünki sıx bastırırlar. Bir də bu İsveçlərdə bir adət də var. Bax hər yerdə görürsünüz su qabları. Adətləri də odur ki, bəzən qəbirləri üst-üstə bastırırlar. Yəni baxır gör ailədə neçə nəfər varsa, ailədə tutaq ki 3 nəfər, 4 nəfər, 5 nəfər varsa və onları demək olar ki bir-birinin üst-üstə bastırırlar. Məsələn birini 2 metr dərinlikdə bastırırlar. Sonradan gələn qəbirləri qaldırırlar. Sonra yeni qəbirlər qoyurlar onun üstünə. Yeni ölülərin meyitlərini qoyurlar. Bax belə burada bax, su qabları görürsün. Burada yenə də həmən su qabı burada da var. Hər addım başında su qabları. Hər bir o cərgiyə, 2-3 cərgiyə və ya 5 cərgiyə bir dənə bax belə sudan istifadə eləmək üçün. Həm quşlar gəlirlər, su içirlər burada, həm də istifadə olunur. Bax belə hər cür şəraitləri var. Məsələn bax belə. Məsələn bax bu qəbir 12-ci ildə basırılıb. Bu ölü 12-ci ildə basırılıb, bu baş daşı 12-ci ildə qoyulub, 2012-ci ildə. Belə yəni köhnə təzə hamısı bir yerdədir. Bizdə isə böyük təmtəraqlar, halbuki İslama da ziddir. Bu 45-ci ildə məsələn qoyulubdur. Bunun yanındakının bax yazılıb Gustafsson Familiesgraf, yəni ailə qəbri, ailə məzarı. Burada bəlkə də nə bilim mən neçə adam bastırılıbdır. Ailəyə aiddir, Gustafsson ailəsinə aiddir. Belə bir bax burada da görün bax neçə var. Bax familiyanın görün balaca bir yerdə bax bura. Bax burada. Burada bax balaca bir yerdə 3 adam bastırılıb burada. Anna Marie 79-cu ildə bastırılıb. Eva 92-ci ildə bastırılıb ya 99-da. Karin də 96-cı ildə. Bax belə bir ailənin qəbridir bu. Bir-birinin üstə bastırılıblar. Burada məsələn kimdir? Adolf bastırılıb, Fanny, bir də Harry bastırılıb. Bax belə bir-birinin üstündən bastırılıb. Bu da bunların adətləridir, gələnəkləridir. Yəni burada heç bizim o təmtəraqlardan görürsünüz, heç əsər əlamət yoxdur. Bax orada məsələn bax bu balaca yerdə burada 4 nəfər bastırılıb. Baxın kim bastırılıb? Yerdə Gustafsson 47-ci ildə, sonra Karl Gustafsson başlayıb 56-cı ildə, Einar Kaprut bastırılıb 98-ci ildə və 2004-cü ildə Sünni Kaprut bastırılıb. Həmin baş daşını götürürlər, aparırlar yenidən üstünə yazdırıb gətirirlər və ya da yeni baş daşı qoyurlar.
Yəni belə bir məsələdir. Bu çox maraqlı məsələdir. Bizdə isə bir qəbir yerini almaq üçün belə deyək də, dəhərdən qapıdan çıxırlar, nə qədər xərc çəkirlər, nə qədər pul xərcləyirlər ki, qəbir yeri alsınlar. Qəbir yerlərinin biri od qiymətinə. Məsələn, bax belə. Hər kəs də gəlir öz qəbirlərinə, görürsünüz, ziyarət edirlər, adamları görürsünüz, ziyarət edirlər və mədəni şəkildə. Bax, görürsünüz, Strömbex, familiya qrav, yəni familiya ailə deməkdir. Burada da neçə nəfər? Theodor Strömbex, o demək 46-cı ildə bastırılır. Sonra Hans neçənci ildə bastırılır? 85-ci ildə Maka, o xanım Ester də 69-cu ildə. Bax, belə bir şeydir. Burada da yəni görürsünüz neçə nəfər bastırılıb. Baxın, görün burada. Balaca yerdə, bax, bir-birə yerdə. Bir-birə yerdə. Bastırılıb, məsələn, neçə nəfər? 1, 2, 3, 4, 5 nəfər. Familiya qrev, yəni ailə qəbridir. Bir-birinin üstündən bastırırlar. Gələndə üstündə olan o şeyi götürürlər, təzədən bastırır. Bax, hamısı ailə. Bunu yalnız Haglund yazıblar da. Yəni o ailəyə aiddir. Kimlər bastırılıbsa, o da kitabda yazılıb. Burada yazılmasa da kitablarda yazılıbdır. Bu da görürsünüz. Dalbırım. 18-ci ildə bastırılıbdır. Belə. Qəbirlərin hamısında nömrəsi var üstündə. 17A176, bax belə. Bu şəkildə qəbirlərə burada xidmət göstərilir və hər kəs də gəlib öz qəbrini ziyarət edir. Bu şəkildə də bastırırlar yəni. Qəbir yeri al, nə bilim mən, hay, belə, get filan yerdən al, neçə min, filan qəbirstanlıqda belə. Amma hər kəs ölən adam bilir ki, yəni yaşayan adam bilir ki, öləndə burada atasının, anasının və yaxud da ki, yoldaşının, oğlunun, qızının yanında bastırılacaq. Bax, belə görürsünüz, hər yerdə bu da su doludur. Su doludur, gətirib doldururlar. O, bax, traktorlarını gətirib doldururlar. Nə ilə doldurur və yaxud da ki, quyu da ola bilir. Belə bir mənzərəni mən istədim, deməli, sizlərin diqqətinə çatdıran dəyərli izləyicilərim, dəyərli Azərbaycan xalqı. Hər şey şan şöhrət üçün deyil, dostlar. Bu insanların hər biri çox gözəl yaşam həyatı keçiriblər, çox gözəl yaşayıblar. Və nəhayətdə də öləndən sonra da görürsünüz, bax, burada da neçə? 1, 2, 3, 4, 5, 5-6 nəfər bastırılıb burada da, görürsünüzmü? Deməli, 45-ci ildən başlayaraq ta 71, 85, 98, 22, daha çox, yox, 6 yox. Bax, 1, 2, 6 nəfər bastırılıb burada. Belə, yəni, çox ailə bir balaca bax, bu yerə sığışdırılır. Yəni, çox yer də tutmur. Normaldır, bir yerdə də bastırılır. Burada neçə nəfərdir? Bax, məsələn, 1, 2, 3, 4 nəfər də burada bastırılıb. Buyurun, da buna baxın. Belə, bu İsveç sistemini istədim sizə göstərəm. Mənə belə gəlir, xristiyan sistemində belə şeylər də çoxdur. Çoxdur və yayğındır. Bilmirəm, indi bu hansı, İslamın hansı təriqətinə aiddir. Burada məsələn, 1, 2, 3, 4, 5 nəfər bax, burada bastırılıb. Görürsünüzmü? Beləcə, yenə bax, orada su vardı, burada da su var. Burada həmin qaydada, həmin qabların içində, deməli, o qabın içində su. Burada da yenə 2 dənə su qabı, orada da zibillərin atılması üçün yer və paketdə də zibilin atılması üçün paket qoyulubdur. Buyurun, hər şey normal qaydada. Axşam da işıqlı olur buralar, çırağban olur və hər kəs də. Bu balaca qəbirstanlığın bir tərəfidir hələ. Bu balaca görməyin bunu. Bu qəbirstanlıq o dağda hələ daha qraflar bastırılıblar. Qraflar da eyni qaydada. O qabata dağva bir dəfə çəkib göstərmişdi bunu. Qraflar bastırırlar. Qrafların da görürsən ki, qədim qraflarda indi qraf zadı yoxdur. O vaxt onlar da orada bastırırlar və bir yerdə görürsən ki, harasa 12, 15, 18, 20 ölü bastırılır. Belə, bu şəkildə. Bunun arxası da qəbirstanlıqdır. Bura dik olduğu sonra bastırırlar, amma yəqin ki, orada bəs eləməsə bastırırlar. Bəs eləmə məsələsi yoxdur. Yəni, yeni qəbirstanlıqlar var, müsəlman qəbirstanlıqlar da var. Müsəlman qəbirstanlıqlar da elə buna uyğun bir qayda deyirlər. İntihası bizim müsəlmanlarda adət deyil ki, ölünün üstündən bastırsınlar. Baş daşına diqqət edin dostlar. Bir daşdır. Siz hesab eləməyin ki, bu kasıb adam olub. 24-cü ildə, 63-cü ildə doğulub, 24-də ölübdür. Belə. Bax, adi bir şeyi qoyurlar bura və sıra. Bu burada qalacaq. Heç kəs buna nə toxunan deyil, nə bir şey ilə deyil. Adi heç bilinmir o meyit harda olduğu da bilinmir. Belə bu şəkildə, görürsünüzmü? Bunlar hamısı qəbirdir. Məsələn, bax, burada da bir qəbir var. Belə yerdən də var daşlar, belə dik duran daşlar da var.
Buyurun. Bu qədər dəyərli dostlar, var olun, sağ olun. İstədim sadəcə orada bir qəbirstanlığı sizə göstərim. Var olun. Bu da insanlar diyorsa traktorlar, zadlar hamısı işləyirlər, təmiz işlər görülür. Bunun da işləri görən bələdiyyədir. Bələdiyyə.